Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi Baş Çavuş Mehdiyev Surxay Zülfü oğlunun xatirəsinə jurnalist Nuray Rəşidin müəllifi olduğu Surxayın İzi kitabının təqdimatı keçirilib. Təqdimatdan öncə Quba Şəhidlər Xiyabanında rayon ictimaiyyəti tərəfindən şəhidin məzarı ziyarət edilib, önünə gül dəstələri düzülüb, ruhuna dualar oxunub. Surxayın İzi sadəcə mənim ikinci kitabımdır. Bu kitabda Surxayın həyat yolu, hərbi yolu özünü birləşdirir və Surxayın uşaqlıq xatirələri, hərbi həyatı və döyüş yolu yer alır. Düşünürəm ki və ümid edirəm ki, oxucuların ixtiyarına buraxdığımız bu kitab oxuculara dəniz buraxacaq. Filialın aksiyonunda davam edən tədbirdə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, ümmilli lider Heydər Əliyevin vətənin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarına keçmiş şəhidlərimizin əz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra şəhid Baş Çavuş Surxay Mehdiyevin qısa, yalnız mənalı ömür yolunu əks etdirən video çarx nümayiş etdirilib. Rəsmi hissəni filialın sosial və humanitar məsələlər üzrə direktor müavini Asilə Şeydayeva açıq elan edib. Tədbirdə çıxış edənlər şəhid ailələrini salamlayaraq belə vətənpərvər və qəhrəman övladlar yetişdirdikləri üçün şəhid valideynlərinə təşəkkürlərini və minnətdarlıqlarını bildiriblər. Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə, sağlamlığını itirmiş qazilərimizə və müharibə iştirakçılarına xüsusi diqqət və qayğının dövlətimizin sosial siyasətinin əsas istiqamətlərindən biri olduğunu qeyd ediblər. Daha sonra kitabın müəllifi jurnalist Nuray Rəşid Surxayın İzi kitabı barədə müfəssəl bilgi verib. Bu günləri jurnalist Nuray Rəşidin Surxayın İzi ilə kitabının təqdimatına yığışmışıq. Filialımız hər zaman bu formal tədbirlərin keçirilməsinə önəm vermişdi və bu tədbirlərin keçirilməsi gənc nəslin mənəvi əxlaqi tərbiyəsində böyük rol oynayır. Tədbir filialın Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının ikinci tədris ili tələbəsi Təxminə Fətəliyevanın moderatorluğu ilə davam edib. Tədbirdə çıxış edən şəhid anası Rəsmiyə Mehdiyeva oğlunun xatirəsinə göstərilən ehtirama görə təşəkkür edib, kitabın gələcək nəsillər üçün bir qəhrəmanlıq örnəyi olduğunu vurğulayıb. Tədbirin rəsmi hissəsindən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının tələbələrinin və Quba 1 saylı tam orta məktəbinin, Rəhman Məmmədov adına Quba rayon Aleksiyevka kənd tam orta məktəbinin şagirdlərinin ifasında müxtəlif bədii kompozisiyalar və şeirlər dinlənilib. Çoxdandır biz bu təqdimatı gözləyirdik, 2 ildir buna hazırlaşırdıq. Çox sağ olsun jurnalist Nuray xanım, onun ailəsi təmənnasız bu kitabın ərsəyə gəlməsində çox böyük dəstək oldular. Tədbirdə əməyi keçən hər kəsə təşəkkür eləyirəm, sizə də təşəkkür eləyirəm ki, həmişə gəlirsiniz, işıqlandırırsınız. Allah razı olsun. Tədbirdən sonra bütün iştirakçılara müəllif Nuray Rəşidin imzası ilə kitablar paylanılıb. Filialın pedaqoji yeməkxanasında ehsan süfrəsi təşkil edilib. Çingiz Qədimli Elçin, Şuşalı, Qafqaz TV üçün.